2023-cü il DIM toplusundan mixed başlığından müəyyən sualları izah edəcəyik. Getdik. 6-cı sualda bizə deyir. Bax, bizim üçün bizdə burada gözümüzə when gəlir. When'dan sonra mənə demişəm, keçmiş gələr, bir də indiki zaman gələr. Bu şəkildə, sadələr. Bir də mən bir dəfə mixed zaman formalarından testlər işləmişdim. Mixed zamanlar, maraqlı suallar orada yazmışdım. Orada mən demişdim, izahda da demişdim ki, zamanların arasında zaman uzlaşmaları pozula bilər. Belə bir şeylər mümkündür. İndi burada məsələ necə olur? İndi diqqətlə qulaq as. When'dan sonra gələcək gələr dediyim yox. Ona görə will'ı çıxdım. Y variantında da indiki zamanı keçmiş zaman uzlaşdırıb bunu bir dənə çıxacağım. Digər hissədə isə bir dənə fikir ver. Sənin üçün burada şey veribdir. Was-la is doğrudur. Burası bir dənə məsələ var. Bu sualı həll edə bilmək üçün sən birinci passive voice bilməlisən, yəni məhsul bilməlisən. Fikir ver, deyir ki, she was washing up. Yəni o yuyu gözü görüm. Söhbət bundan gedirsə, o yuyurdu. Ondan söhbət o yuyurdu. O yuyanda. Bu şəkildə. İndi fikir ver. Amma she is washed up. To be'dən sonra, yadına saxla. To be'dən sonra fe'lin 3-cü forması gəldisə, bu deməkdir ki, artıq sənə nə olmalıdır? Bu passivdir və kimsə tərəfindən edilirdi deməkdir. Məsələn, deyir ki, she is washed up. O yuyulurdu. Məsələn, sən necə deyə bilərsən ki, Məmməd Əli yuyulurdu. Məmməd Əli özünü yuyacaq da. Başa düşdün? Ona görə də, yəni burada bu doğru deyil. Amma burada B variantı doğru. Niyə? Yoxla. Little Nelly dropped the cup. Fincanı, çaşka deməkdir də bu. Çaşka fincan deyəmə tərcümə edilir. Yəni ki, onu əlindən saldı, to drop. Drop'un bir damcı mənası var. Fe'li formasından salmaqdır, yəni yerə düşmək. When she was washing up, o yuyanda əlindən saldı. Başa düşdünüz? İzahda biz nə demişdik? İzahda demişdik ki, when'dan filan sonra, hətta bundan öncəki videoda belə biz demişdik ki, bu kimi belə aksesuar sözlərdə necə deyək bunu? Zaman zərfləri demək düzgün gəlmir. Zaman bağlayıcıları deyək, göstəricilər deyək. Onlardan sonra sadə zamanlar gələr demişdi, amma belə bir məsələlərdə baş verir. Başa düşdünüz? Bu 23, elə 23'ü demişdim ki, mix zaman formalarını izah eləmişdik. Bir dəfə də burada izah eləyirik. Bir dənə fikir ver. Cümlədə sən tez demişəm ki, göstərici gözünə dəysin. Gözünə görünsün də, yəni tez onu tapon demək istəyirəm. At that time the day before yesterday. Dünəndən əvvəlki gün, yəni sırağa gün bu vaxtı. At that time. Sırağa gün bu vaxtı mən nə isə eləyirdim. Bunu mən nə zaman izah eləmişəm? Past continuous. Zaman formatı. Yəni keçmiş davam edici. Sən burada hansı keçmiş davam edici görsən? Keçmiş davam edici nədir? Was, were, üstünə gəlinsin fe'lini verbuna ing-də qoymaq. A variantı. Sən mən deyirsən ki, mən buradakı indiki zamanın keçmiş zaman uzlaşmır. C yoxlayaq. Demişəm axı, uzlaşma pozula bilir. Hilda wants to know. Hilda bilmək istəyir ki, what were you doing at that time the day before yesterday? Yəni dünəndən əvvəlki gün sən bu vaxtı nə edirdin? Məsələn, mən bilmək istəyirəm, sən məndən əvvəlki, mən indi bilmək istəyirəm ki, sən bu videonu izləməmişdən əvvəl hansı videonu izləyibsən? Mən indi bilmək istəyirəm ki, sən keçmişdə hansı videonu izləyibsən? Şaşdın? Hər şey aladı. Bu qədər sadə. Bir dənə zaman zərfimi bilməklə tez getdim tapdım. Bu testimizdə də bizim üçün nədir? Bax, gələcəklə indikidir, düzdür. İndikilə keçmişdi, səhvdir. Keçmişlə keçmişdi, düzdür. Keçmişlə keçmişdi, düzdür. Gələcəklə keçmişdi, olmaz. İndi bax, tərcümə ilə də yerinə görə otururmu? Bir dənə onu da yoxlayaq. Belə olanda B variantı çıxır. Bir dənə baxaq. Deyir ki, mənim oğlanlarım qatılacaqdı orduya. Öz education təhsillərini tamamladıqdan sonra qatılacaqdı. Bir düzdür. My sons joined the army. Bunu mən mənfi birindən falan başa salmalıyam. Bax, burada bizim üçün nə deyir? Deyir ki, mənim oğlanlarım orduya qatıldılar. After they complete their education. Birinci təhsil tamamlanır. Yəni mənfi 2-də. Mənfi 2 nə demişdim? Demişdim ki, past perfectdir. Mənfi 1 isə past simple'dır.
Yəni ki, birinci ədəd oxunda -2, sonra da -1, sonra 0, 1, 2, 3 belə gəlir də, düzdür? Yəni ki, bu adamlar -2-də, -2-miz nədir? Past perfectdir. -2-də təhsilini tamamlayıblar, sonra gəliblər orduya qatılıblar. Yəni -2-də, super. Dördüncünün izahı bu cür idi. Yəni üçüncü də ola bilər. Sadə keçmiş, bu da ola bilər. Heç bir problemi yoxdur. Oldu nə? B variantı. Konkret sən cümlənin içində lastla agonu falan gördünsə, ago. Bunları sən gördünsə, past simple. Çıxdım, всё, bu qədər, bəsit, всё. Digər səndə başa salaq. Deyək ki, the plane disappeared last night. Təyyarə keçən gecə yoxa çıxdı. Disappear, yoxa çıxmaq. Appear, bax. Disappear. Yoxa çıxmaq, appear. Yoxa çıxmağın tərsinə meydana çıxmaq, meydana gəlmək. Deyir ki, təyyarə keçən gecə yoxa çıxdı. Yəni -1-də yoxa çıxdı. And no one knew what had happened to it. Və heç kəs bilmirdi ki, buna nə baş verdi. Yəni -2-də bayaqları izah elədiyim söhbət. -2-də yəni past perfect-də, bax burada past perfect-də. Past perfect-də nəsə baş veribdi. Bunu neçənci dəfədir izah edirəm. Bax bu ədəd oxunu. Və -1-də də yoxa çıxıbdı. Nəsə baş verir, sonra da yoxa çıxır. Bu şəkildə. Görsən bu şəkildə də ödənir. Bu qədər bəs. Burada lastı gördünsə konkret yapışda düz çıxacaq həmişə. Yadından çıxmaz. İndicə dedim. Dedim ki, ago ilə last. Bax, sadə keçmiş. İndiki də çıxdım. Keçmiş perfect çıxdım. İndiki də çıxdım. About. Elə. İndi sən mənə bir dənə fikir ver. Burada nə var? Since then var sənin üçün burada. Since then gördüyün vaxtı sən nə etməlisən? Nə eləməlisən? Əlbəttə ki, indiki perfect. Bax, yadına salıram. Baba, mənə diqqətlə qulaq as. Since then niyə? Niyəsini izah eləyəcəm. Ever since. Bir də since bax səni. Since when. Bax, 1, 2, 3. Bunlardan əvvəl, yəni bu olan cümlədə sən həmişə ya present perfect ya da ki present perfect continuous istifadə edəcəksən. Yəni ki, ya have, has-dən sonra feilin üçüncü forması gələcək. Ya da ki, bax bu olacaqdır. Have, has, üstünə gəlsin been, üstünə gəlsin feilin ing forması. Bu bitmişin davam edici formasıdır. Bunun səbəbini, izahını şeydə vermişim. Mix testlər adlı videomda. Mix testlər bax birinci videom. Linkini yerləşdirirəm bunları altına. Nə deməkdir? Since then. Yəni ki, o vaxtdan bəri mənasına gəlir. Yəni məsələn deyirəm ki, mən səni dərsi izah eləyəndən bəri sən bunu başa düşürsən. Biraz anormal bir cümlə oldu. Yəni ki, mən sənə keçmişdə dərsi izah etmişəm və sən bunu başa düşmüsən və sən hələ də başa düşürsən. Yəni keçmişdə edibsən və bu hələ də sənin üçün təsiri davam edir. Düzdür? O zaman bu nədir? Bu deməkdir ki, bu present perfect-dir. Və present perfect-dir ya present perfect continuous-dur, fərqi yoxdur. Bu doğrudur. Yəni burada past perfect-dən söhbət gedə bilməz. Yadında qalarmı? Mən izahını verdim, sən başa düşdün. Since then, həmin vaxtdan bəri. Həmin vaxtdan bəri olursa, keçmişdə başlayıb hələ də davam edir. Yəni present perfect. Konkret. Всё. İndi ona bax. Deyir ki, my dad bought this computer for me for me 2 years ago. 2 il əvvəl bunu mənə alıb. Sadə. And I have been using it since then. Və həmin vaxtdan bəri, 2 il əvvəl, bundan əvvəl mənə aldığı vaxtdan bəri mən bunu istifadə edirəm. Görürsənmi necə alındı? Oldu nə? D variantı. Başa düşdün? Davam edirik. Yenə həmin bax bu sualı özün dayandır həll elə. Sən bunu həll eləsən dayı səndən yoxdur. Bax burada last var. Since dediyim bütün qaydalar gəlib imtahana düşəcəkdir. Düzdür? Yəni bu biraz böyük sualdı zamanlardan. Əmin ol ki, bundan sadə forması düşəcək. Yəni ya bu isə gəlib düşəcək, ya da ki, bax gəlib bu isə düşəcək. Yəni o dərəcə sadə olacaqdı sənin üçün. Biraz belə böyük şeylər salmır. Amma salada bilər. Amma güman etmirəm sala. Yəni güman etmirəm. İndi bax, mənə nədir? Burada last deyir. Last deyir, mən nə elədim? Videonu dayandır, özünü elə sonra. Keçmiş sadə edirəm. Çıxdım, keçmiş sadələri saxladım. Since then, всё.
O vaxtdan bəri, yəni keçmişdə oldu, hələ də var. Deməli nə olacaq? İndiki bitmiş. Bu qədər. Bu qədər sadə. Cümlənin də özünü tərcümə elə, sonra mənim tərcüməmə bax. Mr. Green went to Boston last summer. Keçən il Mr. Green, cənab Green Bostona gedib. And he has been working there since then. Və həmin vaxtdan bəri orada işləyir. Yəni keçən il, yəni keçən yay Bostona gedibdi və həmin vaxtdan bəri işləyir. Başa düşdün? Başa düşdün sən? Çünki sən yaparsın. Bu qədər bəsit. Deməli buradakı sözümüz, buradakı qaydanı not al, həmin notlarına dediyim və onlar səndə dursun. Davam edirik. Bizim üçün burada nə var? Deyir ego. Həmən çıxdım. Uca bildik ki, hansı səbəbdən. İndi bax. Buradakı sözün isə departure sözüdür. Departure. Yəni yola düşmə. Yaxşı? Bu şəkildə. To depart isə yola düşmək deməkdir. Yəni ki, əsasən uçuşlar üçün istifadə edilir. Yəni təyyarə ilə harasa gedirsə. Başım burada bizim üçün since var. Burada yəni keçmiş sadədir, amma digər hissədə sincedir. Və mən sənə burada nəyə baş salmışdım? Bax, present perfect'in zaman formasını izah edəni məsələ demişdim ki, since nə məsələdir, for nə məsələ və bunun üçün xüsusi təsəvvür işləmişdim. Hansı ki, bunlar topluda ayrıca olaraq verilməyibdir. Mən sizə ayrıca başqa bir kitabdan işlətmişdim. Xüsusi olaraq fordan sinsə aid olan. Həmin o qayda yadına sal, bunu həll elə. Deyir ki, onun yola düşməsindən bəri başlama nöqtəsini bilirəm də, onun yola düşməsindən bəri. Məsələn, deyir ki, mən yemək yeyəndən bəri. Bilirəm də nə zaman yemək yemişəm. Yəni, bu bəlli bir şeydir. Bayaqları 1990 demişdim. Baxlar, deyəsin, bunu əvvəlki videoda. İndicə bir neçə dəqiqə əvvəl çəkmişəm bayaqki videonu, bunun əvvəlki videonu. Ona görə bayaqki video deyirəm. Məsələn, deyirəm ki, since 1990. Yəni ki, burada 1990 başlama nöqtəni bildim. Bir də var deyirəm, his departure, yəni ki, onun gedişi. Bəlkə onun gedişi yola çıxışı 1990-cı ildə olubdur. Yəni mən nə zaman danışdığımı bilirəm artıq. Yəni artıq bu momentdə buna istifadə eləyəcəkdir. Başa düşdün? Deyir ki, bizim oğlumuz Avstraliyanı 3 həftə əvvəl tərk edibdir, amma gedişindən bəri heç bizə yazmayıbdır və hələ də yazmayıb. Başa düşdün? Belə. Aha, burada isə biz görürük ki, for about 20 days. Təxminən 20 gün. Biz burada for gördük. Çıxdım. Bu qədər. Digər hissədə də usually var. Usually varsa burada indiki sadə. Bir dənə tərcümə edilib başa düşək. Nick has been reading this book for about 20 days. 20 gündür ki, təxminən 20 gündür ki, bu kitabı oxuyur və hələ də davam edir. Has been reading. Though he usually reads book very quickly. Deyir ki, halbuki o normalda kitabı adətən kitabı tez qutarır, amma bu dəfə 20 gün qutarır. Yəni belə demək istəyir. Bax, bu başqa söhbət. Əla. How long, bax, yadını saxla. How long, bir də ki, since, when. Bunlardan sonra bütün perfectlər gələr. Bütün perfectlər. Nə zaman, nə qədər müddətdir? Məsələn, deyirəm ki, how long have you been walking? Məsələn, nə qədər müddət ki, yeriyirsən? Bu şəkildə belə bir sual verirəm. How long? Amma how long ago nə deməkdir? Deyir ki, burada yəni ago var. Ago'nun bayaqlarda dedim ki, nə zaman gəlir? Simple-da gəlir. Deməli, burada perfect gəlməz. Başa düşdün? Perfect gəldi. Vəsə, bu qədər bəsit. Vəsə, anladıq. Sonra bax, burada da var since when. Since when olanda da nə istifadə edir? Perfect istifadə edirik də. Özü present perfect. Başa düşdün? Bu qədər bəsit. Yəni, burada demək ki, burada niyə keçmiş, burada niyə indiki? Bu şəkildə. Yəni, burada and-lə də bağlayıbdır. Digər belə ola bilər də. Məsələn, mən deyirəm ki, mən gəldim və səni görmürəm. Yəni, mən keçmişdə gəlmişəm və mən indi səni görmürəm. Otağa girmişəm, səni görmürəm indi. Başa düşdün? Belə ola bilər. Bu qədər bəsit.
Bir tane cümləyə baxım, heç bir deyəsən göstərici yoxdur. Bir dənə kept var, burada keçmişdi. Okay. Bir dənə baxıram. İndiki ilə keçmiş, çıx. Keçmişlə gələcək, çıx. Keçmişlə gələcək, çıx. İndiki ilə indiki və burada keçmiş, çıx. Bitti. Bu qədər. Buradakı by the time'dır. By the time ilə bağlı bizim belə bir düsturumuz var ki, by the time'dan sonra indiki bitmiş gəlsə, digər tərəfdə indiki bitmiş. Bir dəqiqə. İndiki bitmiş burada gəlmir bala. İzahat həzəndən başa yığıram. Deməli, burada indiki sadə gəlsə, digər tərəfdə indiki bitmiş gəlir. Ya da ki, indiki ilə nə uzlaşır? Gələcək. Ya da ki, gələcək bitmiş olur. Və yaxud da bundan sonra keçmiş sadə gəlsə, bu tərəfdə keçmiş bitmiş olur. Bu qədər sadə bir düsturdur. Şu. İndi bax. Nə dedim? Yaxşı, silmirəm. Buradan sonra indiki sadə. Elə. Bax. Gələcək demədim, bitmiş falan demədim. İndiki sadə. İndi sən burada deyirsən ki, indiki ilə indiki uzlaşır, indiki ilə gələcək uzlaşır və mən burada nə eləyim? Diqqətlə qulaq as. Bunu sən bilmirsənsə, getməlisən mənim zamanlar videomun part 1-nə qayda izahına baxmalısan. Orada gələcək zaman formasını 3 cür qurmaq olur. Onu izah eləmişəm. Biri var will-la, biri var to be going to ilə. Bir də var ki, sən nə? Bir də var ki, to be, üstünə gəlsə feilin ayıncı forması. Sən buna baxırsan, deyirsən ki, mən bu indiki davam edici daxı. Ay uşaqlar, bu indiki davam edici deyil. Bəli, indiki davam edicidir, okey. Amma sən bunu gələcək zaman formatında da istifadə edə bilərsən. Məsələn, hal-hazırda axşam saat 9-dur burada. Və mən deyirəm ki, saat 11-də, axşam saat 11-də nənəmgilə gedirəm. Belə bir şey deyirsiniz Azərbaycan dilində. Deyirsən ki, mən saat axşam 11-də nənəmgilə gedəcəm. Bunu da deyə bilərsən. Bir də deyə bilərsən ki, mən saat 11-də nənəmgilə gedirəm. Bunu deyirsən. İndi getmirəm, saat 11-də gedəcəm, 2 saat sonra gedəcəm. Yəni gələcəkdə gedirəm. Başa düşdün? Ona görə, yəni burada biz indiki zaman verdik, bu heç. İndi bax buradakı da are planningdir. Nə demişdim? Bundan əvvəlki cümlədə ki, sənə boş-boşuna verilmir. Ona görə də bu gələcəkdir. Gələcəkdir deyənə sən götürüb burada D variantı verməlisən. Gələcək bitmiş. Burada demişdim ki, gələcək bitmiş ya da indiki bitmiş olacaq. Gələcək bitmiş doğrudur. Və yaxud da ki, cümləni tərcümə edərək də çıxarda bilərsən. İndi bax. Lap detallı bir şəkildə dediyim kimi, yəni part 1-də gedib izah eləmişəm qayda izahında. Gəlib ora baxa bilərsən. Deyək ki, we're planning to visit a new city every week. Biz hər həftə bir yeni şəhər gəzməyi planlayırıq. İndi planlayırıq. Belə bir mənaya da gəlir. Planlayırıq. Planlayacaq demirsən, yox burada. Planlayacaq kimi çıxmır. Sən burada tərcümə ilə get. Tərcümə ilə gedəndə heç bu hissə ilə bundan getməsən də olar. Tərcümə ilə getsən də olar. Deyir ki, biz indi planlayırıq ki, hər həftə yeni şəhər gəzəcəyik. İndi ona deyir ki, by the time our traveling ends, yəni ki, bizim səyahətimiz bitənə qədər, we, nə bilim nəsə, all the most important cities in Europe. Deyir ki, Avropadakı bütün vacib şəhərləri gəzmişik yox, gəzmiş olacağıq, gələcək bitmiş. Başa düşdün? Yəni ki, bizim səyahətimiz bitənə kimi gəzib bitirmiş olacağıq. Başa düşdün? Bu şəkildə. Oldu burada D variantı. Yəni burada by the time-dan sonra keçmiş sadə gələ bilər. Gələcək gəlməz, 3-ü çıxaq. Keçmiş sadə, indiki sadə. İndiki sadə gəlsə gələcək ola bilər, bir düzdür. Keçmiş olanda indiki gələ bilməz. Axı dedim ki, keçmiş sadə o gələndə keçmiş bitmiş gələr. 1-dən 4, bu qədər bəsit. Tərcümə edeyim. By the time you arrive, I will have cooked something special and dinner will be on the table waiting for you. Deyir ki, sən evə gələnə qədər mən sənin üçün xüsusi bir yemək bişirəcəm və nahar sənin stolun üstündə gözləyir olacaq. Bu qədər bəsit.